Yadınızda sual vermişdim avtomatı mağazinlərlə bağlı. Niyə görə 7.62 kalibrində olan patronlar üçün nəzərdə tutulan mağazin daha əyridir, nəinki 5.45 üçün nəzərdə tutulan avtomat mağazini nisbətən belə havalı. Əhsən. Bu sualın cavabını tapanlar oldu. Hər şey qaydasındadır. Ona görə də hər birinizə minnətdarlıq ki, oxudunuz, axtardınız, tapdınız, bilirsiniz. Super. İş orasındadır ki, 7.62 və 5.45 patronları. 7.62-nin 39-a, 5.45-in 39-a. Bu heç bu NATO patronudur, bunu qoyuruq bir kənara. Hündürlük eynidir. Amma gilizlərdə, buradan da baxanda görünür, 7.62-nin gilizi daha konus var idi, nəinki 5.45-in gilizi. Düzdür, gilizlərin ölçülərində diametrində fərq var. 7.62-nin gilizi daha qalındır, aydındır və 5.45 daha nisbətən daha nazikdir. Bəli, amma hər bir halda məhz bu konus varili vadar edir ki, 7.62-nin mağazinləri daha havalı olsun. Sualın cavabını tapanların hər birinə çox sağ olun. Ölçüb baxa bilərsiniz ona, kimin əlinin altında mağazin varsa.